burada biz qonşuluq münasibətlərinin itməsindən, Hı hı. ya dədə-baba qaydalarından deyək də ümumiləşdirib, dədə-baba qaydalarının yavaş-yavaş yox olması buna aiddirmi? Təbii ki, aiddir. Tək dədə-baba qayda yox, elə dediyiniz qonşuluq münasibətləri də, valideynlik institutu da, övlad-valideyn münasibəti, sevgililərin arasındakı münasibət olsun, hər biri, bunların hər birinin bir yazılmamış qaydası var hər cəmiyyətə xas olaraq ki, buna biz mədəniyyət deyirik. Bu, bizim cəmiyyətdə də var və bəli, əgər bir cəmiyyətdə, eləcə də bizim cəmiyyətdə sosial çürümə gedirsə, həmin bu münasibətlər də aşınır artıq. Bu münasibətlərdə olan normalar da göz ardı edilməyə başlayır. Əvvəl bilirdik ki, tutaq ki, dost dosta filan cürə davranmaz və yaxud da oğul ataya filan şeyi deməz. Nə bilim, oğlan sevdiyi qıza filan cürə davranmaz deyirdiksə, o davranmazlar və yaxud da davranarlar, o yazılmamış qaydalar artıq sözdə qalır. İnsanlar görürsən ki, o bütün davranmaz, eləməz deyilən şeyləri eləyirlər.